Bəlkə də diqqət etmədiyiniz bu 5 məsləhət ilə səpkilərin yaranmasının önünə keçə bilərsiniz. Birinci məsləhətimiz yastıq üzləri ilə bağlıdır. Hansı ki, səpkili dəlilərin gecə yatdığı zaman birbaşa özlərinin yastıq üzləri ilə təması nəticəsində səpkilərin yayılmasına və çoxalmasına səbəbiyyət verə bilər. Bunun önünə keçmək üçün hər 4 gündən bir, 5 gündən bir yastıq üzlərini dəyişdirməklə biz səpkilərin yayılmasını və yaranmasının önünə keçmiş olarıq. İkinci məsləhətimiz isə gün ərzində həddindən çox istifadə etdiyimiz telefonlarla bağlıdır. Hansı ki, telefon zənglərini qəbul etdiyimiz zaman telefonların birbaşa üzümüzlə təması nəticəsində bakteriyaların yaranmasına və yayılmasına səbəbiyyət verə bilər. Bunun önünə keçmək üçün mütəmadi şəkildə telefonun üst səthini təmizləməklə biz səpkilərin yaranmasını və yayılmasının önünə keçmiş olarıq. Üçüncü məsləhətimiz isə həddindən çox əllərimizin üzümüzlə təmas etməsi ilə bağlıdır. Hansı ki, hər nə qədər əllərimiz təmiz olsa belə üzümüzlə birbaşa təmas nəticəsində səpkilərin yayılmasına və yayılmasına səbəbiyyət verə bilər. Bunun önünə keçmək üçün əllərimizi üzümüzlə maksimum dərəcədə az təmas etdirməklə bakteriyanın yayılmasına və yaranmasının önünə keçməklə səpkilərin çoxalma prosesinin də qarşısını almış olarıq. Dördüncü məsləhətimiz isə üzümüzü yuduqdan sonra quruladığımız dəsmallarla bağlıdır. Hansı ki, dəsmallar nəm qaldığı təqdirdə üzərlərində bakteriyalar törəyə bildiyi üçün və bu da səpkilərin yayılma və çoxalma prosesini dəstəklədiyi üçün tək istifadəli salfetlər istifadə etməklə biz səpkilərin yaranmasının və eyni zamanda çoxalmasının önünə keçmiş olarıq. Beşinci məsləhətim gün ərzindəki su alımı ilə bağlıdır. Hansı ki, gün ərzində yetəri qədər su alımı alınmadığı təqdirdə bədəndəki toksitlərin atılmaması səbəbilə səpkilərin müalicə prosesini dəstəkləməmiş olacağıq. Yetəri qədər su aldığımız təqdirdə isə həm bədənimizdəki nəm balansını artırmış və dəri quruluğunu aradan qaldırmış və eyni zamanda toksitlərin bədəndən rahat şəkildə atılmasına dəstəklədiyimiz üçün səpkilərin də müalicə prosesini sürətləndirmiş olarıq. Bu, əməl edə biləcəyiniz 5 məsləhət ilə səpkilərin yaranmasının və çoxalmasının qarşısını ala bilərsiniz.